Hörmətli telesəhər tamaşaçıları, bilirsiniz ki, ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, konferanslar, sessiyalar keçirilir ki, hazırlıq işləri də davam edir. Bu ildə bildiyiniz kimi elə WUF 13-cü sessiyasına Bakıda açıqlanan edəcək. May ayında 17-22 arasında. Ona görə də hazırlıq işləri aparılır və bizi narahat edən suallara biz bugün cavab tapmağa çalışmışıq. Bəli, 13-cü şəhərsalma, Ümumdünya Şəhərsalma Forumuna hazırlıqlar da ölkəmizdə gedir ki, bununla bağlı ilə yollarda da tənzimləmələr həyata keçiriləcək, monitoring həyata keçiriləcək və elə bu barədə məlumatı bizimlə canlı bağlantıda olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli verəcək. Toğrul müəllim, sabahınız xeyir olsun, necəsiz? Salam, hər vaxtınız xeyir olsun, yaxşıyam, çox sağ olun. Yaxşı olasınız. Toğrul müəllim, istərdik ki, sizdən də bir məlumat əldə edək. Çünki monitoring, bax onu qeyd etmək önəmlidir ki, vaxtı heç bir yollarda, yəni belə deyək də, bağlantı olmayacaq da, ya məhdudiyyətlər olmayacaq. Bəli. Qeyd edim ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunması təmin etmək məqsədi ilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitoring ediləcək. Bununla əlaqədar RUF 13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyatı qurumlarla birgə hansı ki, təşkilatçılığı ilə həyata keçiriləcək monitoring çərçivəsində aprelin 11-dən 12-sinə keçən gecə saat 01:30-03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr həyata keçiriləcək. Monitoring əsasən Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydərli prospekti, Sabunçu körpüsünə qədər, Mehdi Hüseyin küçəsi, Xocalı prospekti, Rixard Zorgi küçəsi, Zərif Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya stadionu istiqamətlərini əhatə edəcək. Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığın nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur. Heydər Əliyev beynəlxalq qayda portu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspres avtobus marşrutu fəaliyyətinə normal qaydada maneəsiz davam edəcək. WUF 13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitoringi son 10 il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib. Təşəkkür edirik. Çox sağ olun Toğrul müəllim.